İndi uşaqlar, gəlin belə bir 58-ci sualımıza baxaq. Nə deyir bizi burada? Deyir ki, hansı ifadələr doğrudur? Ekvipotensial səthləri şəkildə göstərilən müsbət Q0 yükünün elektrik sahəsində mənfi Q yükü hərəkət etdirilir. Nə vaxt müsbət, nə vaxt mənfi, nə vaxt iş görməyəcək deyir ki, bizə tapın. İndi gəlin başlayaq. Deməli, birinci nə deyir? A-dan B-yə yerini dəyişən zaman. Uşaqlar, gördüyünüz kimi müsbət Q0 yükünün sahəsinə mənfi Q yükü gətirmişik. Yəni, baxın, belə bir bizim mənfi yükümüz neynir? A-dan B səthinə doğru irəliləyir. İndi gəlin, bax, biraz kiçikdən göstərim. Deməli, mənfi yükümüz A-dan B-yə, A səthindən B səthinə yerini dəyişdi. Əlbəttə ki, hərəkət istiqaməti necə olacaq? A-dan B-yə doğru yuxarı. İndi baxıram, bu müsbət, bu mənfi. Bunlar bir-birini neynir? Əlbəttə ki, cəzb edir. Çünki əks işarəli yüklər bir-birini cəzb edirdi. Cəzb edirsə neynəyəcək? Yaxınlaşacaq. Yəni, mənim mənfi yüküm, baxın, bu müsbət Q0 yükünə neynir? Yaxınlaşır. Onda diqqət edirik. F-dən V-nin istiqaməti necə oldu? Eyni. Eynidirsə, əlbəttə ki, bu hansı hərəkətdir? Yeyinləşən. Yeyinləşən hərəkətdə də iş necə qiymət alırdı? Müsbət qiymət alırdı. Yəni, A-dan B-yə yerini dəyişən zaman iş müsbət qiymət alacaq. Yəni, sahə müsbət iş görəcək. Onu da harda verib bizim üçün? Gördüyünüz kimi 2-də 1 isə səhvdir. İndi eyni qaydada baxırıq B-dən C-yə. İndi deməli, mənim yüklü zərrəciyim artıq özü də hansı yüklü zərrəcikdir? Mənfi. Mənfi yüklü zərrəciyimiz, baxın, gəldi bu şəkildə B-dən C-yə. Hərəkət istiqaməti, yəni bu formada olacaq. C-yə doğru. İndi bu mənfi, bu müsbət. Axı, bir-birini dedik cəzb edir. Yəni, bizim bu mənfimiz bu müsbətə doğru yaxınlaşır, cəzb olunur. Onda deməli, B-dən C-yə yerini dəyişəndə F və V-nin istiqaməti necədir? Əksdir. Əks istiqamətli hərəkət biz bilirik ki, bərabər yavaşlayandır və bərabər yavaşlayan hərəkət zamanı sahə necə iş görürdü? Mənfi iş görürdü. Onda burada iş görmür qeyd edir. Bu ifadə isə tamamilə səhv ifadədir. Keçək indi baxaq 4-cü şərtimizə. İndi 4-cü şərtdə uşaqlar diqqət edirik. Deyir ki, bizə A-dan C-yə yüklü zərrəcik neynəmişdi? Mənfi yük yerini dəyişmişdi. İndi A-da, C-də eyni səthdədir. Biz dönə-dönə qeyd eləmişdik ki, eyni səthdə iş görülmür. Eyni bir səthin üzərində yer dəyişmə icra ediriksə, gördüyümüz iş həmişə sıfırdır. Niyə görə? Çünki eyni səthdə potensiallar bərabərdir uşaqlar. Baxın, A ilə C-nin potensialı bir-birinə bərabərdir. Əlbəttə ki, bu fərq onda bizə verəcək sıfırı. Nəticədə görülən işdə nə olacaq? Sıfır olacaq. Ona görə bax, 4-cüdə iş görmür qeyd edir və bu da bizim üçün doğru ifadədir. Onda 2 və 4 harda verilib? B variantında.